Salam əziz uşaqlar, əziz izləyənlər. Bu gün mən sizə mürəkkəb tənlik sinif 4-cü mövzusunu izah edəcəm. Mürəkkəb tənliklər, ümumiyyətlə sadə tənliklər haqqında əvvəlki videolarımda var. Bu gün yenə də buna başqa bir misal üzərindən aydınlıq gətirmək istəyirəm. İki dənə misalı yazmışam. Birinci misalın həllinə baxaq. Misal deyəndə ki, tənliyin həllinə baxaq. 7 vurulsun 627 çıxılsın x bərabərdir 490. Gördüyünüz bunun indi həllinə baxırıq. Mötərizə bu mürəkkəb tənlikdir. Bunu əvvəlcə mürəkkəb tənliyi sadələşdiririk, sonra həllinə baxırıq. Mötərizənin içini 627 çıxılsın x olduğu kimi altdan köçürdürük. 627 çıxılsın x. İstəyirsiniz mötərizədə yazın, istəyirsiniz mötərizədən çıxardın, fərqi yoxdur. Fərqi yoxdur, yəni ki, çıxmalıdır zaten, çünki burada bərabərlik olacaq. 490 böyük rəqəmi keçirdirik bərabərliyin yanına, olduğu kimi qalır. 7 vurulsun, baxın, vurulsundur, vurma həmişə bölmə kimi, toplama çıxma kimi, çıxma toplama kimi hesablanır da bəzi hallarda dəyişmir. Dəyişməyən hallarını da izah eləyərəm, amma hal-hazırda məsəl üçün bizim bərabərliyimiz, yəni biz burada məchul olan x-dır, görürsünüz. Bu məchuldur. Biz bilmirik x-in altındakı rəqəm nədir. Biz əgər burada vurmanı vurma kimi istifadə eləmiş olsaq, artıq böyük bir cavab alarıq və bu da bizim tənliyimizə, belə deyək, qaydamıza uyğun olmaz. Yəni 490'ı biz bölmə əməlinə yerinə yetiririk, bölürük 7'ye. Vurma olsa çox böyük bir cavab alarıq və bu misalımıza uyğun olmayacaq. Ona görə 627 çıxılsın x bərabərdir olduğu kimi köçürülür aşağı. Yeni dediyim kimi mötərizə silinir buradan. 490'ı 7'ye şifahi olaraq gəlin bölək. 49'u 7'ye bölüncə qalır 7. 0 da gəlir. 7'nin yanı olur 70. Sonra x bərabərdir 627 çıxılsın 70. Biz toplama yazsaq, burada 627 üstə gəlinsin 70 yazsaydıq, cavabımız 70'e bərabər olmayacaq idi. Çünki biz indi x bərabərdir. Bura yəni elə bir cavab yazmalıyıq ki, 627'dən həmin cavabı çıxanda bizim, yəni buradan aldığımız cavabı çıxanda x-in yerindəki rəqəm elə rəqəm olmalıdır ki, bərabərlik 70'e bərabər olsun. Yəni biz burada çıxma, bayaq dedim axı, toplama ilə çıxmanın yerini bəzi hallarda dəyişirik, bəzi hallarda dəyişmirik. Dəyişməmə səbəbimiz odur ki, biz bunu dəyişsək cavabımız 70'e bərabər olmaz. Buradakı rəqəmi tapmaq üçün biz 627'dən 70'e çıxacağıq ki, cavabı tapıb bura yazırıq. Amma məsəl üçün siz bu cür asanlaşdırırıq misalı. Bəzi hallarda 627 burada məsəl üçün x-in yerinə hansı rəqəmsə onu çıxır rəqəmlərlə çıxırıq. Sonda cavabımız 70 alınana qədər burada çıxma əməlini aparıb tapa da bilərik. Amma asanlaşdırdığımıza görə 627 çıxılsın 70 cavabını alırıq. Bu da eləyəcək. Deməli, buradan belə yazaq da. 7, deməli 7'dən 0 çıxırıq, olur 7 olduğu kimi qalır. Sonra 2'dən 7 çıxmaq olmur. Ona görə 12'dən 7 çıxırıq, 5 qalır. 2'dən 7 çıxma olmadığına görə 6'dan 1 onluq götürmüşdük. Axı burada 5 qalmışdı. Cavabımız oldu 557. Misalı sonda doğru olub olmadığını bilmək üçün 7 vurulsun 627 çıxılsın 557 bərabərdir 490'a. Hesablayırsınız. İndi görün doğrudur yoxsa yox. Bu birinci misalımızın həlli oldu. Eyni qayda ilə ikinci misalımızı köçürdürük aşağı. İkinci misalımız hansı idi? X üstə gəlinsin 184
Təbii ki, mötərizədə vurulsun 3 bərabərdir 900. Yenə də x bizim məchul növümüzdür. Məlum deyil, məchuldur. Yəni bilinməyən bir rəqəm var. Bunun altında o rəqəmi x ilə göstəriblər. Misalı bayaqki kimi eyni qayda ilə olduğu kimi aşağıdan köçürdürük. X üstəgəlsin 184 bərabərdir. Yenə də eyni qayda ilə vurmanı bölməklə əvəzləyirik. Ki, bayaq dediyim kimi 900 siz 3'ə vursanız böyük bir cavab alınacaq. Bərabərliyimiz doğru olmaz. Qeyri-bərabər bir cavab alarıq. Ona görə də misalımız yenə olduğu kimi gəldi aşağı. 900'ü də 3'ə böləndə hamımıza məlumdur ki, 900'ü 3'ə böləndə 3 qalır. 2-dən sıfırlarda qoyuruq bura, olur 300. Baxın, artıq bizim tənliyimiz sadələşdi. Mürəkkəb tənliyi sadə tənliyə çevirdik. İndi misalı olduğu kimi başlayırıq köçürtməyə. X bərabərdir 300 olduğu yerdə qalır. Yəni bərabəri bu hissədən bura köçürtdük. Çıxma işarəsi. Burada toplamadır. Burada nəyə görə çıxma oldu? Çünki məntiqi olaraq düşünün. Yaxşı qızım. Buradakı toplama 184'ün üzərinə 300 gəlmiş olsaq, bizim cavabımız eləyəcək 484, düzdür? 484 deməli x-in yerində onda 484 durmuş olar. 484 ilə 184'ü toplayanda bərabərliyimiz bizim 300'ə bərabərdir. Bərabərlik 300'ə bərabər olmalıdır. Bununla bunu toplasaq, onda bizim cavabımız böyük cavab alınacaq. Və bu 2 dənə cavabı toplayanda 300'ə bərabər olmayacaq. Ona görə toplama burada çıxma ilə əvəzlənir ki, görək buradakı x-in yerindəki cavab nədir? 184. İndi x olduğu kimi qalır, bərabərdir. 300'dən 100 çıxırıq, qalır 200. 200'dən də 84 çıxanda qalacaq 116. Cavabımız oldu 116. Deməli x-in yerində 116 dayanıb. Baxın indi, buradakı x-in yerində 116 gəlin yoxlayaq. Üstə gəlinsin 184. Vurulsun 3. Mötərizəmizi qoyaq. Bu da bərabərdir 900'ə. Vəssalam. Misalımız bundan ibarətdir. Çox asan mövzudur, çox rahat mövzudur. Başa düşmədiyiniz bir hissəsi varsa yazıb soruşa bilərsiniz.